Salam əziz şagirdlər, mən Aytel müəllimə. Bugün sizlərə Azərbaycan Respublikasının çayları haqqında məlumat verəcəm. Ölkəmizdə olan çayların ümumi sayı 8359-dur. Onların uzunluğu 34.000 kilometrdir. Çayların çoxu kiçik olduğuna görə onların yalnız 850-si 5 kilometrdən, 500-ü 10 kilometrdən, 21-i 100 kilometrdən çox məsafədə axır. Düşən yağıntıların miqdarına uyğun olaraq yüksək və orta dağlıq ərazilərdə çay şəbəkəsi daha sıxdır. Bu ərazilərdə onun kəmiyyəti hər kvadrat kilometr üçün 0,7-0,8 kilometrə çatır. Coğrafi yerləşməsinə görə Azərbaycan çayları 4 qrupa bölünür. Böyük Qafqazın şimal-şərqi yamacından axan çaylar, hansı ki, bu ərazidən axan çaylar nəzərdə tutulur. Abşeron Qobustan çayları, bu ərazidəki çaylar nəzərdə tutulur. Talış dağlarının çayları, təqribən bu ərazidən axan çaylar nəzərdə tutulur və Kür hövzəsinin çayları. Biz Kür hövzəsinin çaylarını 3 qrupda təhlil edəcəyik. İndi isə başlayaq Böyük Qafqazın şimal-şərqindən axan çaylardan. Böyük Qafqazın şimal-şərqindən axan çaylar bunlardır: Samur çay, Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay, Girgil çay və Ata çay. Onlar yüksək dağlıqdan başladığı üçün çox sulu olurlar. Əsasən qar, buzlaq və yağış suları ilə qidalanırlar. Xüsusilə Qusar çayı öz qidasının 64%-ni qarların əriməsindən əldə edir. Ata çay isə orta dağlıq ərazidən başladığı üçün onun qidalanmasının əsasını yeraltı və yağış suları ödəyir. Regionun çayları yazda və payızda gürsulu olurlar. Ərazidən axan çaylar əsasən Mezozoy erasının Trias və Jura dövrlərinə aid olan yumşaq əraziləri, suxurları keçərək yuduğuna görə kanyonvari dərələr əmələ gətirirlər. Vəlvələ çayın Təngi dərəsi buna misaldır. Talış dağlarının çayları yağış suları və yeraltı sularla qidalanırlar. Orta dağlıqdan başlayırlar. Bolqar çay istisna olmaqla birbaşa Xəzər dənizinə tökülürlər. Qidalanmalarında qar və buzlaq suları iştirak etmir. Çünki Talış dağları orta hündürlüyə malikdir və qar və buzlaq yarana bilmir. Yəni Neval landşaft yoxdur. Gəlin Talış donasının çaylarına baxaq. Bolqar çay, Biləş çay, Lənkəran çay, Təngərud çay və Astara çay. Bolqar çaydan başqa digərləri Xəzər dənizinə tökülür. Abşeron Qobustanın çayları az sulu çaylardır. Orta dağlıqdan başladıqları üçün yağış suları ilə qidalanırlar. Qidalarının demək olar ki, 90%-dən çoxunu yağış suları təşkil edir. Buna görə də yayda quruyaraq Xəzərə çatmırlar. Pirsaat, Sumqayıt, Ceyrankeçməz, Stalçay bu çaylardandır. Baxın, Sumqayıt, Ceyrankeçməz, Pirsaat, Stalçay. Palçıqlı sellər gətirirlər. Pirsaat üzərində Hacıqabul rayonunda eyni adlı su anbarı var. İndi gəlin Kür hövzəsinə aid olan çaylardan danışaq. 3 qrupa bölünürlər. Videonun əvvəlində qeyd etdiyim kimi, Kürün sol qolları, yəni Qanıq Əyriçay və Şirvanın çayları, Kürün sağ qolları Kiçik Qafqazın şimal-şərqi və cənub-şərqinin çayları, Arazın sol qolları Kiçik Qafqazın cənub-şərqinin və Naxçıvanın çayları. Qanıq Əyriçay hövzəsi çaylarına bu çaylar aiddir: Mazım çay, Balakən çay, Qatex çay, Kürmük çay, Şin çay, Kiş çayı, Qanıq çayı, Qabırlı çayı, Əyri çay və sair xırda çaylar. Bu çaylar daşlı palçıqlı sellərə malikdirlər və Qanıq Əyriçay vadisində böyük gətirmə konusu yaradırlar. Gürcüstanla sərhədimizin çoxu bu zonanın çaylarından keçir. Məsələn, Mazım, Qanıq, Qabırlı. Qanıq və Qabırlı çayları Mingəçevir su anbarına tökülürlər. Əsasən yeraltı sularla qidalanırlar. Qatex çay Quton dağdan başlayır və Əyriçay çayı üzərində eyni adlı su anbarı mövcuddur. Yəni Əyriçay su anbarı. Şirvan çaylarına Əlican çay, Türyan çay, Göyçay, Girdiman çay, Ağsu çay kimi çaylar aiddir. Şirvan düzənliyində böyük gətirmə konusu yaradırlar. Yeraltı və yağış suları ilə qidalanırlar. Yay aylarında intensiv suvarma səbəbindən Kürə çatmırlar. Əksəriyyəti 2 fiziki coğrafi vilayətdən axır. Göyçay və Girdiman çay Baba dağdan başlayır. Türyan çay isə Tufan dağdan başlayır. Türyan çayın 2 qolu var: Dəmiraparan çay və Həmzəli çay. Türyan çay Ağdaş rayonu, Girdiman çay isə Kürdəmir rayonu ərazisindən Kür çayına tökülür. Böyük Qafqazın cənub yamacından axan bütün çaylar 60-70% yeraltı sularla, 20% yağış suları ilə, 10% qar suları ilə qidalanır.
Ağsu çayı öz suyunun 70%-ni yağış sularından alır. Regionun çayları yazda və yayın əvvəlində gürsulu olur. Ərazi orta illik axımına görə respublikada ikinci yer tutur. Kiçik Qafqazın şimal-şərqindən başlayan çaylar bunlardır: İncesu, Ağstafa çay, Həsən su, Tovuz çay, Dəyəm çay, Şəmkir çay, Qoşqar çay, Gəncə çay və Kürək çay. Qidalanma mənbələri əsasən yağış sularıdır. Kür çayının sağ qollarıdır. Ağstafa çay və Tovuz çay tranzit çaylardır. Yəni bir neçə ölkənin ərazisindən keçirlər. Ağstafa çay üzərində eyni adlı su anbarı tikilmişdir. Qoşqar çay ölkə daxilində ən çox çirklənmiş çay hesab olunur. Bu çaylar iki fiziki coğrafi rayondan keçirlər: Gəncə və Qazax Qarabağ. Kiçik Qafqazın cənub-şərq yamacından axan çaylar. Bu qrupa vulkanik yayladan axan Arpa çay, Tərtər çay, Həkəri çayı misal göstərmək olar. Qarabağ silsiləsindən Xaçın çay, Qarqar çay, Köndələn çay və s. kimi çaylar axır. Qapıcıqdan Oxçu çay mənbəyini götürür. Tərtər çay Gəlinqaya zirvəsindən başlanır. Kəlbəcər, Tərtər, Bərdə inzibati rayonlarından axır. Yaylanın çayları yeraltı sularla qidalanır. Səbəb efuzi vulkan süxurlarının geniş yayılmasıdır. Tərtər çay Kür çayının sağ qoludur. Üzərində sərsək su anbarı inşa olunmuşdur. Həkəri çayı vulkanik yayladan ən hündür nöqtədən başlayır, Dəli dağdan. Araz çayına tökülür. Həkəri çayın bir qolu olan Bazar çay tranzit çay hesab olunur. Yəni başqa ölkələrin ərazisindən də keçir. Oxçu çay Qapıcıq dağı ətrafında formalaşır və ən çox çirklənmiş çay hesab olunur. Qarqar və Xaçın Kürün sağ qolu, Köndələn isə Arazın sol qoludur. Naxçıvanın çayları qərbdən şərqə doğru bu cür ardıcıllıqdadır: Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay, Ordubad çay. Bütün çaylar Arazın sol qoludur. Arazın sağ qolları İran İslam Respublikası ərazisindədir. Arpa çay tranzit çaydır və üzərində eyni adlı su anbarı var. Ermənistan ərazisindən gəlir. Gilan çay Qapıcıq zirvəsi ətrafında olan buzlaq suları ilə qidalanır. Çaylar suvarmada istifadə olunur. Naxçıvan çayları ən hündür mənsəbə malikdirlər. Palçıqlı sellər əmələ gətirirlər. Azərbaycanın ən uzun çayları ardıcıl olaraq Kür, Araz, Qanıq, Qabırlı və Samur çaylarıdır. Kür çayı şimal-qərbdən cənub-şərqə doğru axaraq ölkəni iki hissəyə bölür. Azərbaycanın ərazisində çayın uzunluğu 906 kilometrdir. O, Türkiyədə yerləşən Qızılgədik dağından 2740 metr hündürlükdən başlayır. Gürcüstan ərazisindən keçərək respublikaya daxil olur. Kürün ümumi uzunluğu 1515 kilometr, su sərfi 580 kub metr saniyədir. İllik axımı 18 kub kilometrdir. Çay əsasən qar suları ilə 52% qidalansa da, onun səviyyəsinin dəyişməsinə yeraltı sular 30%, yağış suları 18% də təsir göstərir. Kür yazın axırı, yayın əvvəllərində gürsulu olur. Aprel ayında çayın suyunun səviyyəsi maksimum həddə çatır. Onun aşağı axınlarında çoxlu meandr olsa da gəmiçiliyə yararlıdır. Mənsəbindən Yevlax şəhərinə qədər 614 km məsafədə Kür çayından gəmiçilikdə istifadə etmək olar. Araz uzunluğuna və təsərrüfat əhəmiyyətinə görə respublikanın ikinci mühüm çayıdır. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102.000 kvadrat kilometrdir. Kür çayı kimi Araz çayı da öz başlanğıcını Türkiyədə yerləşən Bingöl silsiləsindən 2990 metr hündürlükdən götürür. Çay Sabirabad rayonunda Kür çayı ilə birləşir. Araz çayı 46% yeraltı sularla, 38% qar suları, 16% yağış suları ilə qidalanır. Ona görə də Araz yazın axırı, may ayında və yayın əvvəlində gürsulu olur. Çayın yatağında güclü eroziya getdiyinə görə o asılı gətirmələrin çoxluğu ilə fərqlənir. Qanıq çayı mənbəyini Gürcüstanın ərazisində Baş Qafqaz silsiləsindən götürüb 413 km məsafədə axaraq Mingəçevir su anbarına tökülür. Qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Uzunluğu 389 km olan Qabırlı çayı mənbəyini Gürcüstan ərazisindən götürür. Aşağı axarında təxminən 10 km məsafədə sərhəd boyunca uzanaraq Mingəçevir su anbarına tökülür. Samur çayı Azərbaycanın şimal-şərqindən ən böyük çayı olub, Dağıstandan 3600 metr yüksəklikdən Quton dağından başlayıb birbaşa Xəzərə tökülür.
Uzunluğu 216 km olan Samur çayından Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır. Çayların qidalanması relyef və iqlim şəraitindən asılıdır. Çaylarda qida mənbələri onların su sərfinə təsir edir. Çayların illik su sərfi illik axımı fəsillərdən asılı olaraq dəyişir. Azərbaycanın çaylarının orta illik axım həcmi 31 kub kilometrdir. Onun 10 kub kilometri ölkə daxilində, 21 kub kilometri isə ölkə sərhədlərindən kənarda formalaşır. Belə çaylara tranzit çaylar deyilir. Kür, Araz, Samur, Qanıq, Qabırlı, Arpaçay, Ağstafa çay, Bərgüşad tranzit çaylardır. Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcələrinə görə çaylar iki qrupa bölünür. Axımı daim olan çaylar dağlıq ərazilərdə humid iqlim şəraitində formalaşır və bol sulu olur. Onlar qarışıq qidalanmaya malikdirlər. Yayda quruyan çaylar arid iqlimə malik olan ərazilərdə yaranır və əsasən yağış suları ilə qidalanır. Belə çayların çoxunun mənsəbi olmur. Tədricən quruyaraq yox olur. Belə çaylara kör-mənsəbi çaylar deyilir. Qidalanma mənbələri qar və buzlaqların ərinti suları olan çaylara Samur 68%, Qusar çay 64%, Qudyal çay 50%, Dəmiraparan çay 50%, Gilan çay 50% aiddir. Yeraltı sular Tərtər çay 71%, Türyan çay 61%, Qanıq çayı 52%, Həkəri çay 49%, Araz çayı 46%. Yağış suları ilə qidalanan çaylara Ceyrankeçməz 98%, Biləşçay 73%, Ağsu çay 67%, Köndələn çay 62%, İncə çay 48%, Qarqar çay 47% aiddir.